Hər şey səninlə başlar. Şəxsi inkişafa tuşlanan kitabları ilə tanınan Mömin Sekmanın 10-cu əsəri Hər şey səninlə başlar. Sosial uğura gedən yolları anladır. Kitabda yerli və dünya təcrübəsindən olan misallarla uğursuzluğa necə alışıldığı və uğur qazanmanın necə öyrənildiyi haqqda bəhs edilir. Əsərin təməlindəki sual budur. Nə üçün uğursuzluğa uğrayırıq? Çarəsizlik psixologiyasını necə yenməliyik? Uğur qazanmağı necə öyrənə bilərik? Uğurlu insanların bildiyi və digərlərinin bilmədiyi nədir? Həyatda ya tozu dumana qatarsan, ya da tozu dumanı udarsan. Seçim səninlədir. Kəlamı ilə çıxan və uğuru öyrədən bu kitab özünün də uğur tarixçəsini yazıb. İlk nəşri 100.000 tirajla çıxan əsər 2 ildə 500.000, 8 ildə isə 1 milyon oxucu ilə görüşərək Türkiyədə rekord qırıb. Bununla da ən uğurlu uğur kitabı adlanmağı haqq edir. Bu həyatı necə yaşamalı? Özümüzlə bələdçi kitabı götürmədən dünyaya gəlirik. Necə yaşamaq lazım olduğunu yaşayarkən öyrənirik. Xəyallardan qurulmuş olan bir həyatı eyni anda həm ilk, həm də son dəfə yaşayırıq. Ömrümüz 2 dövrə ayrılır. Məktəb həyatı və həyat məktəbi. Məktəb həyatının məqsədi bizi həyat məktəbinə hazırlamaqdır. Ancaq həyat məktəbində ən çox lazım olan biliklər məktəb həyatında öyrədilməyənlərdəndir. Bu səbəbdən də çoxumuz həyatın qabiliyyət imtahanlarından uğursuzluğa məruz qalırıq. Həyatımız biraz bizim seçimlərdən, biraz da bizim əvəzimizə edilən seçimlərin məcmusundan ibarətdir. İstəklər ilə məcburiyyətlərin, xəyallar ilə həqiqətlərin mübarizəsindən özümüzə gözəl bir həyat hekayəsi tərtib etməyə çalışırıq. Həyatdan istədiklərimizi almaq üçün ən güclü vasitə uğur qazanmaqdır. Uğur qazandıqca seçim variantlarımız çoxalır. Azadlığımız genişlənir. Seçən biz oluruq. Uğur qazanmadıqda isə seçim imkanlarımız tükənir. Gücümüz azalır. Seçilən biz olmuruq. Uğur həyatımızı şaxələndirir, uğursuzluq isə içimizi daraldır. Buna görə də çoxumuz uğur qazanmaq üçün yaşayırıq. Bu həyatı necə yaşamalı? Özümüzlə bələdçi kitabı götürmədən dünyaya gəlirik. Necə yaşamaq lazım olduğunu yaşayarkən öyrənirik. Xəyallardan qurulmuş olan bir həyatı eyni anda həm ilk, həm də son dəfə yaşayırıq. Ömrümüz 2 dövrə ayrılır. Məktəb həyatı və həyat məktəbi. Məktəb həyatının məqsədi bizi həyat məktəbinə hazırlamaqdır. Ancaq həyat məktəbində ən çox lazım olan biliklər məktəb həyatında öyrədilməyənlərdir. Bu səbəbdən də çoxumuz həyatın qabiliyyət imtahanlarında uğursuzluğa məruz qalırıq. Həyatımız biraz bizim seçimlərdən, biraz da bizim əvəzimizə edilən seçimlərin məcmusundan ibarətdir. İstəklər ilə məcburiyyətlərin, xəyallar ilə həqiqətlərin mübarizəsindən özümüzə gözəl bir həyat hekayəsi tərtib etməyə çalışırıq. Həyatdan istədiklərimizi almaq üçün ən güclü vasitə uğur qazanmaqdır. Uğur qazandıqca seçim variantlarımız çoxalır. Azadlığımız genişlənir. Seçən biz oluruq. Uğur qazanmadıqda isə seçim imkanlarımız tükənir.
gücümüz azalır. Seçilən biz oluruq. Uğur həyatımızı şaxələndirir. Uğursuzluq isə içimizi daraldır. Buna görə də çoxumuz uğur qazanmaq üçün yaşayırıq. Nə üçün istəyən hər kəs uğur qazana bilmir? Nə zaman çox sayılı bir auditoriya qarşısında çıxış etsəm, dərhal soruşuram. Kim uğur qazanan olmaq istəyir? İştirakçıların haradasa 99 əlini qaldırır. Gülümsəyərək təşəkkür edirəm. Ardından yenə soruşuram. Yaxşı, sizcə insanların neçə faizi uğura nail olur? İnsanların nə qədəri xəyal etdikləri həyatı yaşayır? Verilən cavablar bunun 10% ilə 20% arasında dəyişdiyini göstərir. Bu qədər çox insanın uğur qazanmaq istəməyinə rəğmən bu qədər az insanın istəyinə çata bilməməsi uğurun təbiətindəndirmi qaynaqlanır, yoxsa insanların üstünlük göstəricilərindənmi? Bu nəticə belə olmaq məcburiyyətindədirmi? Sosial uğur mübarizəsi ictimaiyyət üçün açıq marafon yarışlarına bənzəyir. Yarışın əvvəlində 100 nəfərdən 90-ı axıra qədər getmək istədiyini deyər. Yarışan finiş xəttinə isə çox az adam yetişər. Yaxşı, yarışda istədiyi nəticəni göstərə bilməyən böyük əksəriyyət harada ilişib qalır? Nə üçün istəyən hər kəs istədiyi qədər uğur qazana bilmir? Yetərincə istəmədikləri üçün, istədikləri qərarlı bir şəkildə təqib etmədikləri üçün, yoxsa istəkləri təbiətlərinə əks olduğu üçün? Dünyada daha çox bacarıqlı insana yer və tələb var ikən, nə üçün uğur qazanan insanlar bu qədər azdır? Bacarıqlı insanların bildiyi, digər insanların bilmədiyi nədir? Bəzi sualların cavablarını bildiyim üçün mən də bu kitabı yazmaq həvəsi yarandı. Həyatınızı daha yaxşı bir hala gətirmək istəyiniz sizi bu kitaba qovuşdurdu. Uzun zaman idi ki, bu anı gözləyirdim. Əzəmətli və böyük görüşümüzə xoş gəldiniz. Uğur qazanmaq istəyi ilə doğuluruq. Hamımız nələrəsə nail olmaq istəyi ilə doğuluruq. Bu insan xislətinə aid bir instinktdir. Mən də edə bildim duyğusunu bir çoxunun hərəkətlərində rahatlıqla görə bilərsiniz. İnsan övladı ilk dəfə iməkləməkdən yeriməyə keçdikdə, bir stakanı yerə salmadan bir yerdən başqa yerə apardıqda, ayaqqabısının qaytanını ilk dəfə özü bağladıqda Olimpiya çempionu kimi sevinir. Edə bildiklərini çoxaldıb güc və nəzarət sahəsini genişləndirdikcə xoşbəxt olur. Hamımız uşaqlıqdan başlayaraq nələrəsə nail olmağa çalışırıq. Bəzilərimiz elə ilk cəhdə uğur qazanır. Uğur öz cazibə qüvvəsini yarada bildiyi üçün bu adamlar yollarına uğurla davam edirlər. Böyük əksəriyyətin hekayəsi isə başqa cür inkişaf edir. İlk uğur sınaqlarında istədiyi nəticəni əldə edə bilməyən adamlar zehin arxivlərində uğursuzluq bilgisi toplamağa başlayarlar. Bu mənfi bilik yükü zamanı keçdikcə cəsarəti, özünə hörməti və bir işə başlamaq istəyini udan bir girdaba çevrilir. Uğursuzluğu necə yozmamız lazım olduğu qədər öyrədilmədiyi ya da yanlış öyrədildiyi üçün ilk uğursuzluğumuzu aradan qaldıra bilən bir nəticəyə gələ bilməyərək onu kimliyimiz halına gətirib gücümüzü içəridən buxovlayırıq. Prinsipial bir basketbol oyununun həlledici anında 3 xallıq zonadan atdığınız top səbətə düşməyəndə
Bu cəhdim uğursuz oldu. Demək ilə mən əslində heç bir şeyi bacara bilmirəm ifadəsi arasında çox fərq var. Bu anda pulum yoxdur. Demək ilə mən yoxsulam ifadəsi arasında isə böyük fərq vardır. İlk variant davranışı ittiham edər. Aradan qaldırıla bilər, nəticələrə yetişdirər. İkinci isə uğursuzluğu bilavasitə şəxsi keyfiyyəti kimi təqdim edər. Bir şey kimlik halını aldıqda tutarlılıq qanununa uyğun olaraq beyin onu tədqiq edən məlumatları toplayar. Tənqid edən örnəkləri isə görmək istəməz. Beləliklə, uğursuzluq davamlı hala gələr. Uğur qazananların getdikcə daha bacarıqlı, uğursuzluğa duçar olanların isə getdikcə daha fərasətsiz olmasının ən vacib səbəbi budur. İlk cəhdlərimizdəki uğursuzluqlara görə hökm çıxarmaq ədalətli deyildir. Bəzilərimiz təbiətimizə uyğun olmayan hədəflərə yetişməyə can atdığımızdan uğursuzluğa duçar olmuşuq. Bəzilərimiz necə etməyi yetərincə öyrənmədən işə başladığımız üçün hədəfə yetişməmişik. Digərlərimiz isə bir qədər səbirli olmadığımız üçün tam nəticənin bir addımlığında uğura bu qədər yaxın olduğumuzu o anda görə bilmədiyimiz üçün vaz keçmişik. Biz qabiliyyətsiz deyilik. Zaman seçimimiz, metodumuz, məqsədimiz uğursuzdur. Səbəbi, izahı, nəticəsi nə olursa olsun, uğursuzluq insan ruhunda dərin bir iz buraxır. Uğursuzluq bilgisi beynimizdəki bir bagaj yüküdür. Sürətlə ucalmaq istəyənlər içlərindəki bu ağırlıqdan xilas olmağı əvvəlcədən öyrənməlidirlər. Buna görə də uğur haqqında yeni şeylər öyrənməmişdən qabaq, bildikləriniz bir qismini unutmaqla işə başlamaq lazımdır. Yeni bir həyat üçün yeni ağıl lazımdır. Bu kitabın ismarışı açıq aydındır. Uğursuzluq təlim edilmişdir. Uğur qazanmaq da öyrədilməlidir. Hər bir insan öz həyat vərdişlərini yenidən nizama sala bilər. Daxili aləmimiz yeniləndikcə xarici dünyamız da gözəlləşir. Hər şey insanın özündən başlayar. İnsanları qabiliyyətli edən bir elm vardır və istəyən hər bir insan bunu öyrənə bilər. Bu elmi öyrənən hər kəs bəlkə də Einstein, Atatürk, Picasso ya da Aristotel olmaya bilər. Ancaq bu anda olduğu mövqedən daha yaxşı bir yerə yüksələ bilər. Özü ən dəyərli versiyanı tapıb, o halı yaşaya bilər. Bu da özünü inkişaf etdirmək və standartları gerçəkləşdirmək deməkdir. Hamımız qabiliyyət haqqında doğru saydığımız yanlışları və yanlış saydığımız doğruları gözdən keçirərək həyat strategiyamızı yenidən tərtib edə bilərik. Ehtirasın, bacarığın və texniki imkanların gücü ilə mövcud şərtlərimizin içindən mümkün olanın ən yaxşısını tapıb çıxara bilərik. Heç birimiz xarici şərtlərə və daxili şərtləndirmələrə məhkum deyilik. Buna görə etdiklərimiz bizi indi olduğumuz mövqeyə gətirdi. Daha yaxşı bir yerdə olmaq istəyiriksə, yeni bir qabiliyyət təfəkkürünə keçməliyik. Einstein bir problemi yaradan zehni
eyni səviyyədə çalışdıraraq o problemi həll edə bilməzsiniz, deyirdi. Böyük dahi fərqli nəticələr istəyiriksə, yeni işlər görməyin lazım olduğunu bu sözlərlə anladırdı. Hər zaman etdiyini etməklə daha yaxşı bir nəticə gözləmək dəlilikdir. Kitabın çıxış nöqtəsi: uğursuzluğa necə qalib gəlməli? Uğur qazanmağı ən yaxşı halda necə öyrənməli? Kitabın özündə 3 sual var. Cəsarətimizi necə itirir? Uğursuzluğu necə öyrənirik? Bizi fərasətsiz edən, cəsarətimizi məhv edən məlumatı necə unuda bilərik? Ehtiraslı, ümidli və xoşbəxt bir həyat yaşamağı necə öyrənə bilərik? Bu sualların cavabını axtararkən əsasən 3 məfhumla çalışacağıq. Təlim edilmiş çarəsizlik, ətalət psixologiyası və şüşə tavan sindromu. Bu 3 məfhum çox araşdırılmalıdır. Təlim edilmiş çarəsizlik özünə inamı və işə başlamaq istəyimizi tükəndirir. Şüşə tavan sindromu xəyal gücümüzü xədim edir. Ətalət psixologiyası isə qarda donmamışdan qabaq hiss edilən son yuxu halı kimi bizi keyləşdirən bir psixoloji bataqlıq vəzifəsini yerinə yetirir. Bu 3 məfhumun nə olduğunu, necə çalışdığını, bəziləri necə məhdudlaşdırdığını, onlardan baş çıxara bilmək üçün nələri etməyimiz lazım olduğunu öyrənəcəyik. Elmi bir tutum daxilində ancaq elmi dildə istifadə etməkdən çarə tapmağa çalışacağıq. İndi bu 3 məfhuma bir az nəzər salaq. Birinci, itirməyi öyrənmək, təlim edilmiş çarəsizlik nədir? İdeallarımızdan qopub adi həyatla necə qane olduğumuzu anladan maraqlı bir lətifə vardır. Hindistanda vəhşi bir fil balası tutularkən onu yoğun zəncirlə böyük bir ağaca bağlayırlar. Fil balası qaçmağa çalışır, ancaq bacarmır. Vaxt keçdikcə qaçmaq cəhdindən əl çəkir. O ağacdan heç bir zaman xilas ola bilməyəcəyinə inanır. Çünki fil balası artıq əsarətə öyrəşmişdir. Bu mərhələdə ayağındakı zəncir ağacdan açılaraq bir odun parçasına bağlanır. Fil balası yeridiyi zaman o odunun onun arxasınca gəldiyini gördükdə hələ də ağaca bağlı olduğunu düşünərək daha qaçmağa cəhd etməz. Başlanğıcda fil balasının qaça biləcəyinə inamı vardı, ancaq qaça bilmək imkanı yox idi. İkinci mərhələdə isə qaçmaq imkanı var, ancaq qaça biləcəyinə olan inamını itirib. Çarəsizliyə alışaraq azadlığın onun əlində olduğunu unutmuşdur. Təlim edilmiş çarəsizlik hamımızın daxilində özünə az və ya çox yer eləyib. Hamımız nələrisə dəfələrlə sınayır, yanılır, məğlub oluruq. Bir daha yanılmamaq üçün ümumiyyətlə cəhd etməyə öyrəşirik. Bu yerdə şərtlər dəyişir. Əgər şansımızı bir daha yoxlasaq, uğur qazana biləcəyimiz hala gəlir. Ancaq biz məhdudlaşdırıcı vərdişlərimizə sadiq şəkildə yaşamağa davam edirik. Həyat ərazisi dəyişir. Ancaq bizim zehin xəritəmiz dəyişmir. Beləliklə, uğursuzluğa öyrəşmiş və onun həyatımızın silinməz bir parçası vəziyyətinə gətirmiş oluruq.
İtirməyə öyrəşmək və bunu qəbul etmək insanın imkanını əlindən alır. Xəyallarımızı daraldır. Özümüzə olan inamı əridir. Cəsarətimizi məhv edir. Şiri pişiyə çevirir. Qazanmağa cəhd etmək yerinə itirməyə boyun əyməyi öyrədir. İkinci, şüşə tavan sindromu. Xəyallarımızın tavan yüksəkliyini təyin edən nədir? Şüşə tavan məfhumu özünü inkişaf etdirmə kitablarında tez-tez anladılan birə təcrübəsi lətifəsində xatırlanır. Lətifəni yəqin ki bilirsiniz. Bir neçə birə 30 santimetrlik hündürlüyü olan bir şüşə qabın içinə buraxılır. Qabın ağzına şüşə, dibinə isə metal qoyulur. Sonra metal döşəmə qızdırılır. İstidən narahat olan birələr tullanıb qaçmaq istəyirlər. Ancaq başları tavandakı şüşəyə dəyərək aşağı düşürlər. Döşəmə isti olduğu üçün yenə tullanırlar. Yenə də başları şüşəyə dəyir. Birələr şüşənin nə olduğunu bilmədikləri üçün onlara mane olan şeyin nə olduğunu bilmirlər. Dəfələrlə başları şüşəyə dəydikdən sonra o döşəmədən 30 santimetrdən artıq hündürlüyə tullanmağa öyrəşirlər. Bu mərhələdə tavandakı şüşəni götürürlər. Döşəmə yenidən qızdırılır. Bütün birələr eyni yüksəkliyə, yəni 30 santimetrlik hündürlüyə tullanırlar. Başlarının üzərində şüşə maneə yoxdur. Daha da hündürə tullamaq imkanları var. Ancaq buna cəsarət edə bilməzlər. Başlarını şüşəyə vura-vura öyrəşdikləri bu məhdudlaşdırıcı həyat dərsinə sadiq qalaraq yaşayırlar. Birələr qaçmağa çalışmazlar. Çünki maneə artıq zehinlərindədir. Onların məhdudlaşdırıcı xarici maneə aradan götürülüb. Ancaq daxili maneə instinkti 30 santimetrdən artıq hündürlüyə tullanmaq olmaz inancı öz varlığını davam etdirməkdədir. Bu təcrübə insanların karyeralarında haraya qədər yüksələ biləcəklərini, necə öyrəndiklərini göstərir. Bu birələrin yaşadıklarına şüşə tavan sindromu deyilir. İş dünyasında, xüsusilə də karyera planlaması söhbətlərində geniş istifadə edilən bir anlayışdır. Bir insanın yetişə biləcəyinə inandığı ən yüksək nöqtə onun şüşə tavanıdır. Şüşə tavanınız daxili normalarınızı və xəyallarınızın tavanının hündürlüyünü göstərir. Sizin həyatınızla birilərinin öyrəşdikləri sərhədlər arasında nə kimi oxşarlıqlar var? Sizin şüşə tavanınız hündürlüyü nə qədərdir? Tavan normanız sizin qabiliyyət və bacarığınızı yoxsa 3. Psixoloji ətalət. Ətalətli insan əl-əlcəyi çəkilmiş halda irəliləməyə çalışan avtomobilə bənzəyir. Bir neçə il əvvəl bir gözləmə salonunda bir qrup idarəçi üçün seminarda edəcəyim çıxışımı düşünürdüm. Səhnəyə çıxmaq vaxtım çatanda ağlıma bir sual gəldi. İnsanların söylədiklərinə görə çoxu yaşadığı həyatdan narazı idi. Xoşbəxt değildi. Uğur qazana bilmirdi. Ancaq bu vəziyyəti dəyişməkdən ötürü heç də lazımca çalışmırdılar. Çox danışır, ancaq uğur qazanmaq üçün lazım olanı yerinə yetirmirdilər. Görəsən söylədiklərində səmimi deyildilər. Yoxsa vəziyyəti dəyişdirən strategiyaları bilmirdilər. Bu insanları dayandıran nə idi? Seminar başlayan kimi iştirakçılara silsilə sualları verdim. Demək olar ki, hər dəfə birlikdə bəli cavabı verdilər. İşinizdə daha çox nailiyyət qazanmaq istəyirsiniz? Bəli. Buna görə nələr etməli olduğunu bilirsiniz?
Bəli. Bunu nə üçün etməli olduğunuzu da bilirsiniz? Bəli. Necə etmək lazım olduğunu da bilirsiniz? Bəli. Etməməklə nələri itirəcəyinizi də bilirsiniz? Bəli. Etsəniz nələr qazanacağınızı da bilirsiniz? Bəli. Əl qolunuzu bağlayıb sizə mane olan biri varmı? Xeyr. O zaman sizi dayandıran nədir? Sizin daxilinizdə olub gücünüzü daxildən buxovlayan nədir? Biraz keçəndən sonra cavabı dedim. Ətalət. Ətalət fizika elmində hərəkətsizlik halına deyilir. Bir insan edəcəyi işi bilir, nə üçün etməli olduğunu bilir, necə edəcəyini bilir. Etməsə nələri itirəcəyini bilir, edərsə nələri qazanacağını bilir. Ancaq yenə də etmirsə, o insan psixoloji ətalət halında yaşayır. Psixoloji ətalət istəksizlik ilə tənbəlliyin, qərarsızlıq ilə heç bir şeyə əhəmiyyət verməməyin, astagəllik ilə usanmağın birləşərək insan ruhunu ələ keçirməsidir. İki cür ətalət var. Düşündüyünü etməmək və nə etdiyini düşünməmək. Birincisi həssas ətalətdir. İkincisi intellektual ətalət. Həssas ətalət qəlbin, intellektual ətalət beynin yorğunluğudur. Həyat ətalət yox, hərəkət üzərində qurulub. Hərəkət yaşamaq üçün zəruriyyətdir. Bu deyim bunu çox gözəl anladır. Afrikada hər səhər bir ceyran oyanır. Ən sürətlə qaçan şirdən də sürətli qaçmalı olduğunu, əks halda məhv olacağını bilir. Afrikada hər səhər bir şir oyanır. Ən yavaş qaçan ceyrandan sürətli qaçmalı olduğunu, əks halda acından öləcəyini bilir. Şir ya da ceyran olmağınızın fərqi yoxdur. Yetər ki, hər səhər oyananda qaçmağınızın lazım olduğunu bilin. Yaşadığın həyat yaşaya biləcəyin ən yaxşı həyatdırmı? Mən çoxumuzun həyatda gələ biləcəyi ən yaxşı yerə gəlmədiyini düşünürəm. Tolstoy, xoşbəxt deyilsənsə günahkarsan deyirdi. Uğur qazana bilmirsinizsə, səbəbkarı özünüzsünüz. Yaşamaq istədiyiniz həyatla yaşadığınız həyat arasında fərqlər varsa, həyatdan və özümüzdən alacaqlarınız var deməkdir. Bizlər nə etdiklərimizdən ibarət deyilik. İmkanlarımız hərəkətlərimizdən daha çoxdur. Hamımızın həyatında fəth edilməsi mümkün olan ancaq hələ ayaq basılmamış torpaqlar var. Ən gözəl nailiyyətimiz hələ həyata keçirilmədiklərimizdir. Nazim Hikmətin dediyi kimi, ən gözəl dəniz hələ ki gedilməmiş olanıdır. Ən gözəl uşaq hələ ki böyümədi. Ən gözəl günlərimiz hələ ki yaşamadıqlarımızdır. Və sənə söyləmək istədiyim ən gözəl söz hələ ki söylənməmiş olduğum sözdür. Bu kitab həyatınızı yenidən qurmaq vasitəsidir. Öz ayaqları üstündə durmaq, öz qanadları ilə uçmaq, başqalarından asılı olmadan yaşamaq istəyənlər üçün yazılıb. Həyatından böyük xəyalları olan, həyatını bir boyda böyütmək istəyənlər üçün bir yol xəritəsidir. Hər şey səninlə başlar adlı bir kitab deyil, fəlsəfi və yazı texnikası ilə uğur ideologiyasının daşıyıcısıdır. Və mənə görə uğur dünyanı daha yaxşı bir məkana çevirəcək ən güclü mexanizmdir. Robin Hood ilə Konfusi bir gün hüquq fakültəsinin bufetində qarşılaşırlar. Mənim uşaqlıq illərimin qəhrəmanı, varlılardan aldığını yoxsullara verən Robin Hood idi. Həmişə onun kimi olmaq istəyirdim. Universitetin hüquq fakültəsində oxuyarkən bunun cinayət olduğunu öyrəndim.
Bu dəfə Konfusinin məşhur "balıq tutub verməyin, balıq tutmağı öyrədin" cümləsi ağlıma batdı. Bir gün hüquq fakültəsinin bufetində düşüncələrə dalarkən hikmət sahibi Konfusi ilə Robin Hood'un ruhunu bir anda birləşdirdim. Nə etmək istədiyim beynimdə dəqiq konkretləşdi. Uğur qazanan insanların buna necə nail olduqlarını araşdırıb öyrənəcək. Bu məlumatları başa düşülən və tətbiq edilə bilən bir şəkildə sistemləşdirib konfrans və kitab vasitəsilə uğur qazanmaq istəyənlərə anladacağam. Uğur haqqında məlumata sahib olmaq üçün bir fürsət bərabərliyi yaradacağam. Bir növ intellektual Robin Hoodluq edəcəyəm. Bu yolla dünyanın hər kvadrat metrinə düşən uğur qazanan insanları sayını artırmağa xəyal etmişdim. Dünyanı daha da yaxşı bir yerə etmək üçün mənim yolum bu olmalı idi. Bəzən fikrinizdən keçən bir düşüncə sizə hakim olur. Bu fikir də mənim beynimə pərçimləndi. Ən yüksək reytinqə sahib olan hüquq fakültəsini bitirdikdən sonra diplomu bir kənara qoyub, hüquq sahəsində heç bir iş görməyərək tamamilə uğurun araşdırılması ilə məşğul oldum. Bu zaman ərzində inkişaf etdirdiyim ən yararlı fikirlərin xülasəsini bu kitabda görə bilərsiniz. Uğursuzluğun kölgəsindən azad olmaq, sistemli və davamlı uğur qazanmaq üçün bilinməsi lazım olanları ən şəffaf halda başa salmaq çalışırdım. Bu kitabın əvvəlində fundamental məlumatları, irəlidəki bölümlərdə onların praktik tətbiqini görəcəksiniz. Kitabın birinci hissəsi uğursuzluq bilgisini içimizdən təmizləməyi, ikinci hissəsi isə pozitiv uğur bilgisini necə qazanmağı anladır. Oxuduğunuz kitab 8 illik fasilə ilə 2 dəfə yazıldı. İnsanı inkişaf etdirən bir kitab oldu. Genişləndirilmiş yeni variantda dünyadakı nümunələrlə bəşəriyyətin ortaq uğur mirasına daha da çox yer verdim. Kitabın dünyadakı uğur mədəniyyətinə tövhə verməsinə çalışdım. Kitabda bilik ilə hikmət sahibi olmağı, elm ilə sənəti, nəzəriyyə ilə praktikanı, qərb mədəniyyəti ilə şərq mədəniyyətini, iş həyatı ilə şəxsi həyatı bir yerdə iç-içə keçmiş halda araşdırmaqla məşğul olmağa çalışdım. Təlim edilmiş çarəsizliyin nəzəriyyəçisi Professor Martin Seligmanın fikirlərinə də, antik Yunan alimlərinin dediklərinə də istinad etdim. Elmi araşdırmalar qədər elmi mənbələrə də yer verməyə çalışdım. Şablon qorxusuna düşmədən klassikləşmiş örnəkləri anlattığım da oldu. Yeni anlayışları paylaşdığım da oldu. Bəzi cümlələrin kitabda bir neçə dəfə təkrarlandığını görəcəksiniz. Bunun səbəbi başı soyuqluğum ya da unutqanlığım deyil. Bəzi vacib fikirləri bir neçə dəfə təkrarlayaraq zehninizə yerləşdirmək istəyimdir. Bu kitab bestseller dilinə sahib olsa da, nəticədə gücünü oxuyucunu dəyişdirmə bacarığından alan bir təlim kitabıdır. Hafizə tədqiqatlarına görə ən azı 4 dəfə təkrar etmək lazım gəlirdi. O qədərinə cəsarət edə bilmədim. Bələdçi kitabı. İstifadə üçün bələdçi. Bu kitab onu oxuyandan bir il sonra zirvədə olacağınızı vəd etmir. Ancaq ən azı 2 dəfə oxuduqdan sonra əvvəlki adam olmayacağınızı iddia edir. Kitabı oxuyub qurtardıqdan sonra
oxumağa başladığınız vaxtdakı adam olmayacaqsınız. Bəlkə də olduğunuz yerdə belə dayana bilməyəcəksiniz. İcazənizlə bir məsələyə aydınlıq gətirək. Təhlükənin fərqindəsinizmi? Bu anda bir bələdçi kitabı oxuyursunuz. Bəzi yoldaşlarınız bunu görə bilər və sizi rişxənd edə bilər. Bilirsiniz, bəzi adamlar xudpəsəndlikləri üzündən bələdçi kitabı oxumağın əleyhinə olarlar. Qürurlu bir tərzdə. Mənə necə ağıl verə bilər? Kimsə başqasına həyatı öyrədə bilməz, deyərlər. Bu cür insanlar bələdçi kitabı oxuyanlara da rişxənd edərlər. İntellektual hesabat verə bilməyi vacib saydığım üçün izah etməyə çalışım. Vəkildən, memardan, həkimdən, bərbərdən, çilingərdən işi ilə bağlı bir şey soruşduğumuz zaman bizdən daha ağıllı olduqlarını deyil, o məsələdə daha məlumatlı olduqlarını düşünürük. Biz də o qədər vaxt sərf etsək, bəlkə də onlar qədər bilik sahibi ola bilərik. Ancaq bunu etmirik. Onların sərf etdikləri zamandan və enerjidən faydalanaraq işimizi həll etmək çox yaxşı bir fikirdir. Buna kütləvi iş bölgüsü deyilir. Bizlər də ağlımızın üstün olmasından çox mütəxəssis olmağımızın verdiyi detallı biliyin hakimiyyəti ilə belə kitablar yaza bilərik. Əgər şəxsən mənim nə üçün bələdçi kitabı yazdığımı soruşsanız, ən çox sevdiyim yazıçılardan olan Bernard Shaw'nun söylədikləri buna cavab olar. Bir insan necə edə biləcəyini bilərkən, bir başqasının edə bilmədiyini görüb susması mümkün deyil. Sizə kitabdan daha çox faydalana bilməyiniz üçün 3 tövsiyəm olacaq. Birinci tövsiyəm. Kitabdakı fikirləri bütünlüklə anlamaq üçün uzun fasilə vermədən oxuyub qurtarmağınız faydalıdır. İkinci. Bu kitabı ən azı 2 dəfə oxumağınızı tövsiyə edirəm. İçində konsentrat fikirlər və güclü suallar olduğuna görə tam mənası ilə qavraya bilmək üçün ən azı 2 dəfə oxumaq lazımdır. Yaxşı bir bələdçi kitabını bir dəfə oxumaq adamı elm sahibi, 2 dəfə oxumaq fikir sahibi edər. 3-cü dəfə oxuduqda fikirlər dünya görüşünüzü yeniləşdirməyə başlayar. 3. Coca-Cola'nın soyuq içiniz qaydasından cəsarətlənərək mənim də bir istəyim var. Lütfən bu kitabı oxumamışdan əvvəl yaxşıca yatın. Əgər qəbul etmə imkanlarınız açıq olduğu zaman canlı, təmiz, şəffaf və dincəlmiş bir başla oxusanız, fikirlərin təsiri daha da artacaq.